Sağlam. Bugünləri gəlmişəm Binə bazarına. Çoxdan da gözlədiyim bazar. Binə bazar Bukum. İndi gedək baxaq görək. Qiymətlər neçədir? Deyilənə görə burada çox ucuzdur. Baxaq. Yok, bir man. Mən 1 kilo verərsiz də gəbərə. Mən pul çıxır. Kimə içəcəyim? Muito querido. Şimdi aldıklarımı göstereceğim size bazardan neler aldım. Böyle bir şey aldım. Düzdür balacadır. Böyükləri yaxşı deyildi. Əziyid. Belə. Bundan çox güman ki döyməcə eləyəcəm. Olmadı kompot. Sonra böyle çeyrək aldım. Necə göstərim. Böyle. 2 manat aldım. Sonra xiyar aldım 50 qəpiyə. Sonra belə qeval aldım 1 manataydı. Bundan da turşu hazırlayacağım. Əzilmiş turşu. Sonra belə göbələk aldım 2 manat 50 qəpiyə. Ve böyle alça aldım. Bunlar normalde biz tərəfdə 9-12 manatadır. Mən bunu 3 manat aldım. Çox da qəşəngdir. Bəlkə də turşudur. Turşu yiyeceğim. Bir de burada mini sədərə deyilən mağazin var. Orada gedim. Təbii ki bura gəlmişkən belə özümə toz silmək üçün 2 manatadır. 5 dənə bundan aldım. Və özümə belə butulka aldım. Su içməsəm deyəmən bilmirəm. Hələ belə aldım ya bunu. Nə yiyəcəm mən bunu? Əgər yadımdan çıxmasa, bayra çıxanda bunun içine su doldurub belə içərəm. Çox qəşəngdir, şüşədəndir. Qiyməti neçə aldım bunu? 2 manat 30 qəpik. Belə. Bəyəndim. Qəşəngdir. Yani burada yaşayanlar bilər. Bilməyənlər üçün yolu bura düşəndə mütləq oraya gedin. Çünki çox qəşəng seçimlər var. Bəzi videolar çəkmişəm, çox qoymurdular çəkməyə. Nə bacardımsa gizlincə çəkmişəm. Qoyacağım bu videoda inşallah. Hələlik sizlə sağollaşıram. Videolarımı bəyənib like eləməyi unutmayın. Kanalıma abunə olmağı unutmayın. Hələlik.